Hirschsprung xəstəliyi nədir? Xəstəliyin yaranmasına nə səbəb olur? Daha çox hansı yaş qrupunda rast gəlinir? Müalicəsi necə aparılır? Ege Hospital'ın uşaq cərrahı uzman doktor Nailə Mustafayeva danışacaq. Sinir hüceyrəsi olduğunu düşündüyümüz yerə çatdığımızda oradan çox sürətli baxılması üçün bir patologiya göndəririk. Var deyildikdən sonra biz artıq tikişə keçirik. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən doktor Dilbər Rahim və bugün siz səhhətimizin yeni bir buraxılışına baxırsınız. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Ekrana yaxın əyləşin, əsas da valideynlər. Çünki bugünkü qonağımız Ege Hospitalın uzman uşaq cərrahı Nailə Mustafayevadır. Necəsiz doktor? Çox sağ olun. Siz necəsiz? Yaxşı. Sizin əhvalınız yaxşıdırsa? Elədir. Sizi gördüm, daha da yaxşı olacaq. Ay, çox sağ olun. Başlaya bilərik onda mövzuya. Bugünkü mövzumuz əsas simptomatikasında qəbizlik olan bir xəstəlikdir. Hirschsprungdan danışacağıq bugün. Ümumiyyətlə, mən istərdim Hirschsprungu biraz açaq, açılışını verək. Nədir? Necə bir xəstəlikdir? Sizdən istərdim bunun cavabını alım. Hirschsprung əslində uşaqlarda çox sıx gördüyümüz bir xəstəlikdir. Hirschsprung bağırsağın bir qismində sinir hüceyrəsinin olmamasına bağlı şikayətlərin yarandığı bir xəstəlikdir. Bu bağırsaqda xüsusilə sigmorektal bölgədə, yəni bağırsağın ən uc nöqtəsində belə deyim, sinir hüceyrəsinin olmamasına bağlı olaraq uşaqlarda ciddi qəbizlik şikayəti, qarında şişlik, kaka çıxarda bilməmə kimi şikayətlər olur. Burada sinir hüceyrəsi fərqli teoriyalar var. Bir, ana bətnindəykən sinir hüceyrələri bağırsağın bu hissəsinə ümumiyyətlə gəlmirlər. O yüzdən də bağırsağın bu hissəsində sinir hüceyrəsindən yoxsun olur, belə deyim. Başqa bir teoriyada isə əslində sinir hüceyrəsi var burada, amma onlar həyatda qala bilmirlər və bunun nəticəsində də məhv olduqlarına görə burada yenə sinirdən yoxsun bir bağırsaq hissəsi olur və nəticədə uşaqlarımızda çox ciddi problemlər yarana bilər. Əslində bunun həm bağırsaq segmentinin nə qədər santimində bu sinir hüceyrəsinin olmamasına bağlı olaraq şikayətlər qəbizlikdən çox ağır şikayətlərə qədər dəyişə bilir. Hirschsprung enterokoliti dediyimiz çox ciddi qarın şişliyi ilə, qusma ilə, hətta yeni doğulmuş dönəmində bağırsağın yırtılması ilə, bağırsaq perforasiyası ilə belə özünü göstərə bilir. Dediyim kimi bu bağırsağın segmentinin uzunluğuna bağlı olaraq şikayətlər çox geniş spektrumdadır. Hansı yaş dönəminə denk gəlir məsələn ümumiyyətlə bu xəstəlik? Daha çox hansı yaşlarda görürük bunu? Bu xəstəliyi yeni doğulmuş dönəmindən 18 yaşına qədər əslində görə bilirik. Dediyim kimi burada önəmli olan bağırsağın hansı uzunluğunda sinir hüceyrəsinin olmamasıdır. Yəni burada bəzən ultra short segment dediyimiz çox az bir, çox qısa bir hissədə sinir hüceyrəsi olmadığında bu uşaqlar sadəcə xroniki qəbiz olaraq həyatlarına davam eləyirlər. Ailələr artıq bu qəbizliyi çözmək üçün fərqli üsullar öyrənmiş olurlar, onunla mübarizə aparırlar, belə deyim. Yeməyini ona uyğun eləyirlər və yaxud da daimi dərmanlar və s. ola bilər, çaylar və s. Amma bəlkə də fərqində belə deyirlər ki, belə bir problem var. Bəli, bəli. Hətta valideynlər uşaqların poposundan, anüsdən krem sürtürlər adi, qulaq çöplərinin ucuna krem sürtürlər, oranı oyandırırlar, belə deyim. Onsuz da bu Hirschsprungun əslində diaqnozlarından biridir. Oyandırdığımızda uşağın kakasını çıxardıb rahatlaya bilməsi və dediyim kimi çox qısa segmentlər
çox gec yaşlarda diaqnoz ala bilirlər. Amma uzun seqmentlərdə əgər bu problem varsa, yeni doğulmuş dönəmində etibarən uşaqlarda şikayətlər başlamış olur. Artıq daha qısa müddətdə daha ağır simptomlar görürük. Bəli, daha ağır simptomlar görürük. Hətta yeni doğulmuş dönəmində bir neçə saat içində bağırsaqlarda mekoniumun, o ilk qaytanın çıxarılmamasına bağlı olaraq çıxarılmaması ilk 24 saatda, bu da bizim üçün çox önəmlidir. Əslində qəbizliklə gələn ailələrimizdə qəbizlik şikayət olan uşaqlarımızdan valideynlərə mütləq soruşuruq. İlk 24 saat ərzində qayta çıxartmışdımı uşaq? Çox vaxt valideynlərimiz buna diqqət yetirmirlər. Yeni doğulmuş körpənin o xoşbəxtliyini yaşayırlar təbii ki, amma bu bizim üçün çox önəmlidir. Eyni zamanda bağırsaqlarda yeni doğulmuş dönəmində bağırsaqların perforasiyası, dəlinməsi ola bilir. Böyük, daha irəli yaşlarda, 2-3 yaşından sonra bu uşaqlarımızda qarın şişliyi, qarında ciddi köp dediyimiz şişlik durumları olur. Buna bağlı yəqin ki, ağrılar. Əlbəttə çox ağrı olur. Eyni zamanda kakasını çıxarda bilmirlər. Bəzən uşaqlar bir həftə 10 gündən bir ailələrin müdaxiləsi ilə ancaq qayta çıxarda bilirlər, kaka çıxarda bilirlər. Eyni zamanda bu vəziyyətlər ağırlaşmalara səbəb olur. Hirschsprung enterokoliti dediyimiz bağırsaqların belə deyim infeksiyası deyim anlaşılması üçün bir infeksiya vəziyyətinə gətirib çıxardır. Çünki orada daimi yığışan bir qayta var və onun içində çoxalan bakteriyalar var və bu Hirschsprung enterokoliti dediyimiz çox çətin bir vəziyyətə gətirib çıxardır. Bu vəziyyətlərdə uşaqlar ishal olmağa başlayırlar və ailələr çox vaxt doktor bizim uşağımız ishaldır deyə müraciət edirlər, amma bu əslində o qəbizliyin, o Hirschsprungun ağırlaşmasının ishalıdır və çox çətin müalicəyə tabe olan, çox çətin bir prosesdir, ciddi infeksiyon bir vəziyyətdir. Ona görə daha erkən dövrlərdə diaqnoz qoyulması çox önəmlidir bizim üçün. Diaqnoz qoymaq üçün bunun diaqnostikası ümumiyyətlə müayinə üsulları nədən ibarətdir ki, ondan sonra keçək artıq müalicəsinə? Diaqnozda öncəliklə biz adi ayaqda qarın rentgenini görmək istəyirik. Bu rentgendə bağırsaqların dilatasiyası, yəni bağırsaqların genişlənməsi, o bağırsaq qazlarının çox geniş olmasını görə bilirik. Eyni zamanda baryumlu ya da radiopak maddə dediyimiz fərqli maddələrlə anüsdən bu maddələri verib, yəni popodan bu maddəni veririk və rentgenlər çəkirik. Bu rentgenlərdə transizyonal zon dediyimiz keçiş zonası görürük. Bu keçiş zonası nədir? Bir zonanın üstündə bağırsaq həmin o belə deyim sinir hüceyrəsi olmayan zonanın üstündə bağırsaqda həmişə yığışdığına görə qayta ya da bağırsağın öz içəriyi orada yığışdığına görə orada ciddi bir genişlənmə görürük. Onun alt qismində isə bağırsağın daraldığını görürük. Yəni bu bizim üçün önəmli bir diaqnostik göstəricidir. Amma bunlar heç biri 100%'li diaqnoz qoydurmur. 100%'li diaqnoz əslində bağırsaqdan biopsiya almaqdır. Burada bağırsaq biopsiyasını popodan açıb içərdən girib dentat line dediyimiz bir cizgi var. O cizginin 1-2 santim üstündən tam qat olacaq şəkildə bağırsaq biopsiyası alırıq və bu biopsiya materialını patoloji incələməyə göndəririk. Orada sinir hüceyrəsinin görülməməsi diaqnozu qoydurur. Yəni bunu söyləyim ki, öncəliklə burada hər hansı bir qarın içindən girib ya da fərqli bir şey eləmirik. İlk diaqnoz üçün heç bir
dışarıda, yəni kənarda görülə biləcək bir kəsi olmur əslində. Sadəcə bağırsaqdan girib aldığımız bir kəsidir. Həmin gün ərzində 24 saat ərzində uşaqlarımızı evinə göndəririk, normal həyat şəraitinə davam edirlər. Bu şəkildə də öz qaydasında bərpa olunur o zaman. Bəli, yəni bərpa qorxulu bir olur. şey deyil o biopsiya. Eynən o biopsiya həm də dediyim kimi əslində heç bir kəsik, heç bir şey olmadan qarın içindən eləmirik bunu. Bu şəkildə diaqnozu qoya bilirik. Yəni patologiyada dəqiq olaraq sinir hüceyrəsinin görülməməsi bizə diaqnozu qoydurur. Yəni dəqiq belə deyək, diferensiasiya üçün, ümumiyyətlə fərqləndirmək üçün digər xəstəliklərdən elə biopsiya ən gözəl, yəni 100% metoddur. Bəli, gold standart deyilən bir şey var tibbdə, yəni Qızıl standartımız. Qızıl standartımız bu xəstəlikdə biopsiyanın götürülməsidir. Aha, aydındır doktor. İndi keçək müalicəsinə. Necə olur, hansı proseduralar olur və s. belə bu şəkildə. Burada müalicə əslində cərrahidir. Cərrahi olaraq fərqli cərrahi yöntəmlər var. Bunu təbii ki, hər uşağın öz diaqnostikasına görə, özünün vəziyyətinə görə bu cərrahiyə seçimini eləyirik. Amma burada əsas olaraq elədiyimiz şey yenə popodan, altdan olacaq şəkildə bağırsağın o işləməyən, sinir hüceyrəsi olmayan qismini çıxardıb, sinir hüceyrəsi olan qismə qədər irəliləyib, sinir hüceyrəsi olmayan qismi çıxardıb, sağlam qismi aşağıya yenidən tikməkdir. Pull-through dediyimiz bir əməliyyat texnikasıdır. Burada yenə çox vaxt qarından müdaxilə etmədən, heç bir kəsik olmadan sadəcə anüsdən olacaq bir müdaxilə ilə əməliyyatı tamamlaya bilirik. Təbii ki, bunun da fərqli tərəfləri var. Bəzən o dediyim kimi başda seqment çox uzun ola bilir. Bağırsağın bütün qalın bağırsağı tuta bilir. Çox geniş olduğunda, belə çox uzun seqmentdə olduğunda bu popodan gedə biləcəyimiz bir şey deyil. Onun üçün də qarın içindən hazırlıq eləməyimiz gərəkə bilər. Bu zamanda yenə minimal invaziv, yəni laparoskopik yöntəmlərlə bunu eləməyə çalışırıq. Laparoskopiya ilə edilə biləcək prosedurlar. Bəli, laparoskopiya ilə bu hissəsini tamamlamağa çalışırıq dediyim kimi. Ona görə fərqli əməliyyat texnikasını bütün bu araşdırmalardan sonra artıq özümüz qərar veririk. Valideynlərin Hirschsprung yazıb sonra da Google-da axtara biləcəyi bir məlumat istəyirəm mən sizdən. Neçə saat çəkir əməliyyat? Əməliyyatdan sonra uşaqlar nə vaxt öz həyat tərzlərinə qayıda bilirlər? Əslində əməliyyat çox individualdır. Mən bununla bağlı çox məlumat vermək istəmirəm saat barəsində. Çünki sadəcə yəni sizin bir həkim olaraq bu barədə fikrinizi öyrənmək istədim. Belə deyim sizə, valideyn hər uşağın narkozdan, anesteziyadan yatma, oyanma müddəti var. Bəzən valideynlərə deyirik ki, bizim əməliyyat əslində yarım saata bitəcək. Amma əməliyyat uşağın girməsi, hazırlanması, əməliyyatın başlanıb bitib sonra uşağımızın tam olaraq oyanıb valideynə təhvil verməsi saat yarım çəkəndə artıq valideynlər çox təşvişə düşürlər, həyəcanlanırlar. Bu əməliyyat əslində əməliyyatımızı bizim uzadan, Hirschsprung üçün deyirəm, uzadan bir şey budur ki, biz sinir hüceyrəsi olduğunu düşündüyümüz yerə çatdığımızda oradan çox sürətli baxılması üçün bir patologiya göndəririk. Həqiqətən də əmin olaq ki, burada sinir hüceyrəsi var. Var deyildikdən sonra biz artıq tikişə keçirik. Və əməliyyatın məhsuldarlığı üçün edilir bu. Bəli, bu əməliyyatın uğuru üçün çox önəmlidir. Bu qism patologiyanı almağımız, göndərməyimiz, o sırada onun sürətli bir şəkildə boyanıb mikroskopla baxılması bu əslində ciddi bir vaxt itkisi deməkdir. Ona görə bu yəni biraz uzun çəkə bilir bu əməliyyatımız.
Aydındır doktor. Az öncə sual verdim ki, bir də əlavə olaraq öz həyat tərzinə uşaqların qayıtma dönəmi, o necə, o proses necə olur? Əslində bu əməliyyatlarımızdan sonra biz artıq çox erkən dönəmlərdə uşaqları normal yedirtməyə və başlaya bilirik. Əgər qarından müdaxilə etməmişsək, təbii ki, sadəcə popodan müdaxilə ilə pull-through əməliyyatımız yetərli olmuşsa, ilk 24 saat ərzində artıq bəslənməsini aça bilirik. Ona görə çox qısa sürəli bir periodumuz olur. Təbii ki, hər şey qaydasında getdiyində bəzən uşaqlarımız infeksiyan vəziyyətlər ola bilir, fərqli proseslər ola bilir. Mən önəmli olan bir şeyi vurğulamaq istəyirəm. Bu əməliyyatı oldu doktor, amma şikayətlərimiz 2 ay sonra təkrarlamağa başladı, davam edir kimi vəziyyətlər çox var. Bu xəstəlikdən sonra, əməliyyatdan sonra şikayətlərin davam etmə ehtimalı var. Bunların tam keçməsi, bağırsaqların bu yeni dönəmə alışması 4 ilə qədər davam edə bilir. Bunu valideynlər özəlliklə nəzərdə tutsunlar. Yəni bu ola biləcək şeylərdir, qorxmasınlar bu vəziyyətlərdən. Doktor, ümumi cərrahi yöntəmə qədər gəlməsin bu məsələ ümumiyyətlə. Hirşburqdan qorunması üçün bayaqlar özünüz dediniz, yeni doğulmuşda rast gələ bilirik, ondan sonra yuxarı yaşlarda məsələn rast gələ bilərik. Profilaktikasını necə edə bilərik bu xəstəlik üçün? Əslində bu xəstəlik konjenital dediyimiz anadan gəlmə bir xəstəlikdir və bunda doğulduqdan sonra, yəni bu bir uşaqda bu varsa, bunun qarşısını almanın bir üsulu yoxdur. Bu yəni qorunma yolu yoxdur əslində bundan. Amma ana bətnindəykən qorunma yolları ilə bağlı da çox bir araşdırma, çox bilinən bir şey yoxdur. Bu xəstəliyin sadəcə bunu deyə bilərəm ki, fərqli genetik mutasiyalar, fərqli genetik problemlərlə birlikdə olmağı daha yüksək ola bilir. Fərqli sindromlarla eşlik eləyə bilir, fərqli sindromların yanında bərabər gedə bilir bu xəstəlik. Ümumi hamiləlikdə ümumi olaraq qorunma tədbirləri, ginekoloqlarımızın önərdikləri o vitamin dəstəyi əslində hər xəstəlikdən qoruyur. Amma dediyim kimi, heç bir xəstəliyinə spesifik bir qorunma yöntəmi yoxdur. Aydın doktor. Təşəkkür edirəm mən sizə. Təşəkkür edirəm Gələn verilişlərdə də qonağımız olarsınız. Bugünkü qonağımız Ege Hospitalın uzman uşaq cərrahı Nailə Mustafaeva idi. Əziz tamaşaçılar, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə tək ARB ekranlarından yox, həm də sosial mediadakı hesablarımızdan baxa bilərsiniz. Eyni zamanda oradakı postların altına öz suallarınızı yerləşdirə bilərsiniz ki, biz burada həkimlərimizlə bərabər o suallara cavab tapa bilək. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gəlin bir yerdə o sağlam gələcəyimizi qoruyaq.